Enerji içkilərini su yerinə içirlər. Gənclərin əksəriyyəti, xüsusilə də 18 yaşına çatmayan yeniyetmələr mütəmadi olaraq enerji içkilərindən geniş istifadə edir. Onlar bu içkilərdən tez-tez istifadə etmələrini yorğunluğu götürməsi və insanı daha gümrah etməsi ilə əsaslandırır. Tibb üzrə fəlsəfə doktoru, cərrah kardioloq Faiq İsayev STV xəbərə bildirib ki, enerji içkilərində olan maddələr məhsulun reklam mətnlərində təlqin etdiyi şüarlarla uzlaşmır. Ani olaraq yüklü miqdarda enerji alırsınız. Yəni o bədən onu atmağa çalışır. Təbii ki, ona gələn kimyəvi maddələr və içində olan enerji yükü ürəyin yığılmasını sürətləndirir, taxikardiyalara səbəbiyyət verə bilər, ciddi ürək aritmiyalarına səbəbiyyət verə bilər və əgər bilinmədən, yəni xəstəmizin hər kəs bilmir ki, 30 yaşında mən xəstə ola bilərəm. Ürək damarlarında bir problem varsa, bu taxikardiyalar, yüngülvari taxikardiyada belə infarkt keçirə bilərsən. Yoxsa da bu çoxlu miqdarda tükətilən enerji içecəkləri gənclərimiz təəssüf olsun ki, su yerinə içir. Bir səfərdə oturur 2 qutu, 3 qutu birdən içir. Bunların miqdarı çoxalınca ciddi öldürücü və ya həyati təhlükəyə səbəb verə biləcək aritmiyalara gətirib çıxarır. Bunlar elə özü insanın damarlarında problem olmasa belə ölümünə səbəbiyyət verə bilir gənc yaşda olan insanlarımıza. Verməsə də zamanla xroniki miqdarda tükətimin artması bu səfər damar sərtliyinə, xolesterolun miqdarının artmasına, göbək ətrafında yağlanmanın artmasına, bunlar bu şəkildə ikincili olaraq ürək damar problemlərinə gətirib çıxarır. Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib. Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə birmənalı qadağa tətbiq edilib. Küveytdə isə 16 və 21 yaşlı 2 şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. Bir çox ölkələrdə isə bu içkilərin satışına yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada, Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır. Azərbaycanda 1 yanvar 2020-ci il tarixindən etibarən 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satışı qadağan edilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən qaydalara görə içkilərin etiketində 18 yaşdan aşağı şəxslərə satışı qadağandır yazısı mütləqdir. Bu qadağanın əsas məqsədi yeniyetmələrin sağlamlığını qorumaqdır.